Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bugün keçirilən qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Ağamalının övladları arasında fikir ayrılığı yaranıb. Fəzail Ağamalı partiya rəhbərliyini deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb. Məlumatı Fəzail Ağamalı təsdiq edib. O, oğlunun qurultayın reglamentini pozduğu üçün binadan kənarlaşdırıldığını bildirib. Öz adamları ilə birgə qurultayı pozmağa cəhd etdilər. Bu səbəbdən iclası təxirə saldıq. Elçini də binadan kənarlaşdırdılar. Mən partiya sədrliyinə qızımı təklif edirəm, amma hələ ki özüm istefa verməmişəm. Dediyim kimi, Elçinin hərəkətlərinə görə qurultayı dayandırdıq deyə Fəzail Ağamalı qeyd edib. Ağamalının oğlu isə atasının dediklərini yalanlayıb. Elçin Ağamalının sözlərinə görə atası bugün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs bunu təsdiq edə bilər deyə Elçin Ağamalı açıqlamasında qeyd edib. Deputat Günay Ağamalı isə hər birinizdən Ana Vətən Partiyasının növbədənkənar 9-cu qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağa və əhəmiyyət verməməyə rica edirəm deyə paylaşım edib.